Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın verilmə müddətində dəyişikliklər edilib. Bu dəyişikliklər nədən ibarətdir? Daha ətraflı məlumatı bizə Bakı Baş Səhiyyə Mərkəzinin İctimai Əlaqələr və Tədbirlərin Təşkili Şöbəsinin əməkdaşı Günel Fərəcova verəcək. Hər vaxtınız xeyir olsun Günel xanım. Hər vaxtınız xeyir. Belə ki, sürücülük vəsiqəsi almaq istəyən şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq ərazi qeydiyyat imtahan məntəqəsinə nəqliyyat vasitəsini idarə etməyə yararlı olduqlarını təsdiq edən tibbi arayış təqdim etməlidirlər. Vətəndaşların təkrar tibbi müayinələrdən və əlavə analizlərdən keçmək məcburiyyətinin azaldılması məqsədi ilə sürücülüyə yararlılıq barədə tibbi arayışın etibarlılıq müddətinə yenidən baxılıb. Nəticədə əvvəllər 30 gün olan etibarlılıq müddəti 60 günə artırılıb. Bu dəyişiklik vətəndaşlar üçün prosedurun daha rahat və daha əlçatan olmasına xidmət edir. Sağlamlıq haqqında arayış üçün müraciət edərkən bütün müayinələrdən keçmək zəruridir və bu proses şəffaf şəkildə həyata keçirilir. Təşəkkür edirik. Bizim bu saata çatdıracağımız məlumatlar bundan ibarət idi. Söz ASTV Xəbərin studiyasındadır.